Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Paket Kupçalı Dövlət İpotekasından yararlı, çox münasib qiymətlə satılan möhkəm və çox gözəl 5 otaqlı həyət evini çəkib sizlərə təqdim edirəm. Həyətyanı sahə bu qaydadadır. Görürsünüz, digər tərəflərdə və bu hissələrdə gül çiçəyi üçün yerlər nəzərdə tutulub. Evimizin çöl görünüşü bu qaydadadır. 60-ın 60-a təməl üzərinə inşa olunub. Birinci və ikinci mərtəbə monolit betondur. Birinci mərtəbə bütünlüklə istipoldur və ikinci mərtəbənin yekununda beton kəmər atılıb. Çöl görünüşü bu qaydadadır. Daxildə təmirata son tamamlanma işləri gedir. Dövlət ipotekasına yararlı evdir. Ev və torpaq Kupçalıdır. Həyətyanı sahə bu qaydadadır. Gəlin həyətyanı sahəyə baxaq. Belə bir həyətyanı sahə var. 2-3 maşın sərbəst şəkildə daxil ola bilər. 50 metrliyində məktəbi, bağçası, ərazi marketi, bütün növ yaşayış obyektləri yerləşməkdədir və çox münasib qiymətlə satılır. Bu proyektli evlərin 4 otaqlarını çəkib sizlərə təqdim eləmişəm. Bu isə 5 otaqlı evdir. Qiyməti isə 145 min manatdan təklif olunur. Birinci mərtəbə boydan boya istipoldur. Pilləkən işlənib alıcılara tam təhvil veriləcək. Bu gördüyünüz üstdən qoyulanlar adi yuxarı çıxmaq üçün qoyulan yüngül taxtalardır. Onlar təbii ki ləğv olunacaq. Birinci mərtəbə bütünlüklə istipoldur. Qapılar və laminatın işlənməsi qalır. Görürsünüz, ağ qapılar alınıb artıq. Laminatı alınıb. Burada yerləşir bu mərtəbənin zal hissəsi. Bütünlüklə cüt kubiklə inşa olunub. Belə bir panorama pəncərə var. Evin həyətyanı sahəsinə baxır. İki tərəfdən açılır. Buradan və buradan. Evin öz həyətyanı sahəsinə baxır. Birinci mərtəbədə radiatordan istifadə olunmayacaq. Belə gözəl dekorlardan istifadə olunub. Kondisionerin xətti çəkilib, televizyanın xətti çəkilib bütün otaqlara. Bu mərtəbədə deməli qonaq otağı, yataq otağı və sanuzel yerləşir. Evimizin İndiki vəziyyətdə çəkilməyin səbəbi odur ki, bu evlərə tələbat olduqca böyüdür. Onun üçün indidən çəkib təqdim edirəm sizə. Mənim alıcılarım da qabaqcadan bu evi görə bilsin. Arxa tərəfdə də yer saxlanılıb. Kombo aparatı orada quraşdırılacaq. O cümlədən paltar asmaq üçün də istifadə edə bilərsiniz. Bura evin mətbəx sahəsi. Qeyd edirəm, birinci və ikinci mərtəbə monolit betondur. Birinci mərtəbədə radiator söhbəti yoxdur. Pro ilk mərtəbənin yataq otağında görürsünüz, pəncərələrin qarşısı hər biri açıqdır. Və açıq rəngli aboylardan istifadə olunub. Burada yerləşir ilk mərtəbənin sanuzeli. Qalxa ikinci mərtəbə ilə mən sizi tanış edəcəm. Bu hissələrə də lampalar quraşdırılacaq və evin gözəlliyi çox artacaq. Keyfiyyətin isə söz yoxdur, hörmətli izləyicilər. Qeyd etdiyim kimi birinci və ikinci mərtəbə monolit betondur. Baxın, buradan görsənir monolit olduğu. Aşağıda gördünüz. Bu vəziyyətdə çəkilməyinin yaxşı tərəflərindən biri də budur ki, görünür. Evdə nə var, nə yox görünür. İkinci mərtəbə qalxırıq. Buradan eyvan sahəsinə çıxış var. Baxın, belə bir eyvan sahəsi. Məktəbi göstərim. Masazırda yerləşir 6 nömrəli məktəbin ərazi marketin arxa tərəfi asfalt yolunun üzərində. Burada yerləşir bizim 3 ədəd yataq otağımız. Ümumilikdə 5 otaqdan ibarətdir. Qiyməti 145 min manatdır. Və bu ilkin qiymətli evimizin alıcısı olduqda təbii ki ev sahibi ilə görüşdürəcəm sizi. Endirimlər olacaq inşallah. Hörmətli izləyicilər, deməli burada ikinci mərtəbənin sanuzeli nömrəm 077 744 36 33. Sağ olun, hələlik.